görüntüsü yaranır. Ən yaxşı material oyma üçün cökə, ağcaqovaq, qızılağacdır. Caq deyə yadınızda saxlaya bilərsiniz. Cökə, ağcaqovaq, qızılağac. İncə və dəqiq desə toz ağacıdır. Və bir də ki, fil sümüyünə bənzəyən desə əgər sıxlığına görə, bu da armud, ağcaqayın və alma ağaclarıdır və nəfis oyma işlərində də istifadə olunur. Deməli, əgər desə fil sümüyünə bənzəyir və nəfis oyma işlərində alma, armud, ağcaqayındır. 3 dənə adı. İncə iş desə toz ağacıdır. Ən yaxşı material desə cökə, ağcaqovaq, qızılağacdır. Deməli, ən çətin növü olduğu qabarıq relyefli oyma. Eyni səthdə oyularaq salınması yassı relyefli oyma. Əsas elementi qövsü olan qövsüvari oymadır. Ən sadə oyma növü kənar xətt üzrə oymadır. Daha sonra çox qədim üsulu desə bu həndəsi oymadır.